во исполнении которого была проведена жестокая акция против мирного населения с применением тяжелой боевой техники и автоматического оружия, приведшая к многочисленным человеческим жертвам, среди которых молодежь. Nemət müəllim, 20 yanvar hadisələrini aparan yol oldu. Nəticədə 19 yanvarda Bakıya qoşun yeridildi. Yəni misli görünməyən bir hal baş verdi ki, ilk dəfə olaraq Sovet İttifaqı öz şəhərinə, paytaxtlarından birinə qoşun yeridib qan tökdü. Bax, gəlin yanvar ayının 20-sinə qədər olan dövrü danışaq. Siz Bakıya gəldiniz. Nə baş verdi? Yəni nələri artıq müşahidə edirdiniz? Hətta Lənkəranda dedilər ki, hakimiyyət devrilmişdi artıq yanvarın 13-dən. Orada Sovet Komünist Partiyası liderini yığışdırmışdılar. Başqa bir şəxs oturmuşdu Xalq Cəbhəsindən. Xalq hərəkatının içərisində iki qüvvə var idi. Bunu mən dəfələrlə demişəm. Bu günlərdə Azərbaycanda müxtəlif partiyada ad olsa da, çox partiyalı çəkinmədən həmişə bunu demişsiniz. Bəli. Mənim fikrim budur ki, Azərbaycanda məfkürə baxımından, maraq baxımından iki partiya olubdur, iki əqidə olub. Biri Milli Satqınların Partiyası, Azərbaycan xalqının qanları üzərində Rus imperiyasına xidmət edərək, xalqımızın faciələri üzərində öz meşcan və harın həyatını təmin edən milli satqınlar, bir də milli istiqlalçılar. Bu günləri də eyni fikirdəyəm. Və həmin o milli satqınlar, o agentura, Rus KGB-sinin agenturası xalq hərəkatını ləkələməkdən ötürü bütün variantlara, şayələrə, böhtanlara əl atıblar. Mən sizə sual verirəm. Əfqanistana Rus ordusu necə girdi? Macaristana, Çexoslovakiya, Rumıniya, burada da Nemət Pənahlı girdi. Əsrin əvvəllərində Milli Demokratik Respublikasının 11-ci Qızıl Ordunda Nemət Pənahlının təxribatı ilə girdi. Azərbaycandakı milli azadlıq hərəkatı, tutaq ki, 88-ci ilin meydan hadisəsi vaxtı Dubinka ilə əzmək istədilər, dəyənək ilə. Elə bir mərhələdə idi ki, bunu dəyənək ilə boğmaq istəyirdilər. Artıq Azərbaycanda milli azadlıq hərəkatı elə bir zirvəyə qalxdı ki, Sovet imperiyası bütün hərb mexanizmasını işə saldı ki, boğsun. Yəni burada oyun deyirlər, şair, qardaş ölüm-dirim savaşı gedir. Rus imperiyası özünü qoruyub bizim müstəmləkə altında saxlamaq üçün çalışır. Biz də istiqlal üçün ölüm-dirim savaşına çıxmışıq. Yəni onun vəzifəsi o idi ki, bizi beşik başındaca boğsun. Bakıdan bax, yanvarın artıq 10-undan sonra o hansı qoxunu hiss eləyirdiniz, belə məcazi mənada deyək? Yox, məcazi mənada yox, bir mənalı şəkildə demişəm. Mən 88-ci ilin meydanında demişəm ki, Rus imperiyası bütün vasitə və üsullara əl atacaq ki, bizi məhv eləsin, bizi beşikdə boğsun və bizim də vəzifəmiz odur ki, nəyin bahasına olur olsun, istiqlal qazanmayana qədər, bu sona qədər savaşa gedəcək. Ondan sonra 13 noyabr mitinqində, 13 yanvar mitinqində, o vaxta qədər 88-ci ilin mitinqlərində adətən saat 8-dən 9-dan sonra mitinq dağılırdı. Demək, ondan sonra mən Milli Müdafiə Şurası yaratdım. Mən Xalq Cəbhəsindən çıxandan sonra. Bunlar həmin o KGB-nin agenturası hesab elədilər ki, məni bitiriblər. Yəni orada həmin o KGB-nin agenturası. Bax, təsəvvür edin, biz Milli İstiqlal Savaşlarında bunlar yenidən qurmaya yardım məqsədi ilə yaradılan təşkilatlar idi. Və bunlar yenidən qurma SSR-ni təmir etmək üçün idi. SSR-in dağıtmaqdan ötürü deyildi. Biz bu məqamdan istifadə elədik, artıq milyonları meydandan çökəndə Sovet imperiyasından ölüm-dirim savaşına qalxdıq. Biz irəlilədikcə, məsələn, bunların başladığı şüarları millət, ya sosial yerə yönətmək istədilər, ya başqa, məsələn, hərəkətin içində sosial yön var idi. Tam vətənpərvərlik hissi var idi. Bir də azadlıq, istiqlal hissi var idi. Yəni, istiqlal hissini vurmaqdan ötürü bütün yollar əl atdılar. O cümlədən son olaraq ən sonda bunlar dedilər, SSR-in tərkibində Azərbaycanın suverenliyi. Yəni, istiqlal olmasın, SSR-in tərkibində Azərbaycanın suverenliyi olur. Nemət Pənahlının mövqeyi necə oldu buna? Onda bir mənalı şəkildə mən dedim ki, biz istiqlalçıyıq. Həmin onlar ki, parlamentə dolmaq istəyənlər, vəzifə almaq istəyənlər, Sovetdən medal almaq istəyənlər hakimiyyətlə alver eləyib, xalq hərəkətdən istifadə edib, deputat olmaq istədilər, nazir olmaq istədilər, vəzifə rütbə tutmaq istədilər. Erməni demokratik yolla Dağlıq Qarabağa soxulmayıb ki, demokratik yolla çıxar. Azərbaycan demokratik yolla işğal edilməyib ki, biz demokratik yolla istiqlala nail olaq. Bu ölüm-dirim savaşıdır və biz son nəfəsimizə qədər istiqlaldan vaz keçməyəcəyik. Və ondan sonra mən Milli Müdafiəçi yaratdım. Həmin mərhələdir ki, artıq Qarabağ, erməni artıq silahlandırılıb, bizim üstümüzə salınıb, Azərbaycan xalqının ov silahları yığılıb, Azərbaycan xalqı tam şəkildə tərk silah edilərək erməni daşnaqlarının qarşısında tərk silah duruma salınıb.
Milli Müdafiə Şurasını yaratmaqda məqsədimiz o idi ki, xalqı səfərbərliyə alaq, Dağlıq Qarabağın müdafiəsini təşkil eləyək ki, orada erməni daşnaqların qarşısında alaq. Əslində, mən silah verəcəm, xalqdan silah istəmişəm. Mən 13 yanvarda Azadlıq meydanında bəyan eləmişəm ki, Azərbaycan xalqı tərk silah durumdayıq. Silah, silah, silah. Hardan olursa olsun silah tapmalıyıq. Kimin evində bir silahı varsa, tapansası varsa, beş açılanı varsa versin bizə. Qarabağın müdafiəsinə gedək. Orada da açığı izi azdırmaqdan ötürü mən elan eləmişəm ki, Səttarxan zavodu qərar çıxarıb ki, silah istehsal eləsin. Bunu niyə demişəm? İzi azdırmaq. Həqiqətən də orada artıq biz ixtiraçılarla biz danışmışdıq ki, necə xalqı silahlandıraq da, düşmən gəlir üstümüzə. Buradan artıq biz elə bir ki, ixtiraçılarla danışmışıq ki, bilirdik da, məsələn, bizim Səttarxan zavodu 2-ci Dünya müharibəsində katuşalar bıraxıbdır, silah istehsal eləyib. Biz artıq bizim bu satqın hakimiyyətin, Vəzirovların xalqı tərk silah eləyib, ermənin əlində ov silahlarımızı yığıb, tərk silah qoymamız çarəmiz nədir? Silah əldə etməliyik. Ona görə də biz ixtiraçılarla danışmışdıq, silah istehsal edən, silahdan başı çıxan insanlarla necə eləyək ki, xalqı silahlandıraq, düşmən gəlir üstümüzə. Ona görə tamam başqa yerdə bu məsələləri planlaşdırmışdıq. Mən izi azdırmaqdan ötürü yönəltdim zavoda, bizim zavoda, çünki qərargah bizim zavoddadır. Yəni söhbət Qarabağın silah, Qarabağın müdafiəsindən gedibdir. Qarabağı müdafiə etməkdən ötürü gedib. Mənim bu çıxışım var. Meydanda da o da gedibdir. Yəni öncədən artıq Rus imperiyası başa düşürdü ki, Azərbaycan elə bir zirvəyə qalxıb ki, bunu ancaq əzməklə beşikdəkən boğa bilər. Və ona görə də həmin Milli Müdafiə Şurasının miting uzandı. Milli Müdafiə Şurasında miting uzandı. Miting uzanda, miting gedə-gedə Mayak radiosu elan edilir ki, axı miting meydanda olanda cəmaat idarə edirsən də, cəmaat kütlə meydana dağılandan sonra onu kimsə idarə edə bilməz axı. Demək, hesablayıblar ki, necə tutublar. Ki, demək, miting dağılanda burada pogromlar təşkil edəcək KGB. Bunu bəhanə güya Azərbaycanda erməni qətlamı olur, ordunun bu şəkildə o da KGB-nin layihəsi idi. Demək, nə baş verdi ki, biz bunu ifşa elədik? Meydanda miting, demək, bunlar planlaşdırıblar ki, saat 8-də tutaq ki, miting dağılır. Miting də uzandı. Mayak radiosu gedə-gedə, meydanda miting gedə-gedə Mayak radiosundan elan edir ki, Bakıda pogromlar başlayıbdır, miting iştirakçıları dağılıbdır, erməniləri qırırlar. Artıq biz başa düşdük ki, bir oyundur. Bunlar hazırlayır. Və bütün o qırğınların qabağını biz almışıq. Və həqiqətən də miting axı dağılıb, cəmaat dağılanda kütləvi şəkildə təsəvvür 1 milyon adam meydandan dağılıb hərə bir tərəfə. Ancaq miting dağılandan sonra biz artıq bizə xəbər verdilər ki, pogromlar başlayıb. Və pogromların qabağını biz almışıq. Sizin xəbəriniz yox idi pogromlardan? Yox. Yəni KGB təşkil edib ki, kütlə demək dağılanda pogromlar təşkil edilir, qırğınlar törədilir. Yəni güya bunu da bəhanə ediblər, girirlər yerə. Həmin pogromların biz qabağını aldıq. Ermənilərin təhlükəsizliyini təmin elədik, yığdıq vaqonlara, doldurduq vağzaldan, yola saldıq, getdilər. Qırğının qabağını bizə, necə ki Sumqayıt hadisəsində də, bu faktlar var. O da KGB-nin layihəsi idi. Sumqayıt hadisəsində də, Sumqayıt hadisəsi vaxtda, yəni konkret KGB ilə birgə erməni daşnaqlarının qurması olub Sumqayıt qırğınlarında KGB təşkil edir. Aydındır, yəni o sübut olundu artıq. Bəli. O cümlədən də burada Bakıda 13 yanvarda pogromların təşkilatçısı, qırğınların təşkilatçısı KGB olubdur. Və biz onun qabağını ala bildik. Və bunu da dünya çatdırdıq. Bəyan elədik ki, burada qırğını təşkil edən KGB-dir və məqsəd Azərbaycanı qan içində boğmaqdır. Biz ermənilərin təhlükəsizliyini təmin elədik, Bakıdan çıxartdıq. Və ondan sonra, bəli, 19-undan 20-sinə keçən gecə, demək gəliblər, onda da biz sizdə, Kamran bəy, barikadalar qurmuşduq. Yəni şəhər bütünlükdə. Niyə? Məsələn, millətin elə bir ki, bizim təfəkkürdə bu idi ki, bu Dubinka ilə gəldilər, dağıtdılar da. Bakıda artıq fövqəladə vəziyyət yaradılması ilə bağlı Moskvadan adamlar gəlmişdi. 3 gün, 4 gün biz orada Pirmakovla başçılığı altında Moskvadan gələn nümayəndələrlə Mərkəzi Komitədə danışmışıq. Bunlar bilirsiniz, bir dənə epizodundan gedən şey deyil. Demək, bilirlər ki, 18 yerdə ən azı deyilir, insanın bir analitik təfəkkürü var da, eşitdiyi sözü süzgəcindən keçirməlidir. Düz 18 yerdə, eyni vaxtda deyirlər ki, güya mən gəlmişəm, güya Əbülfəz bəylə İsa bəy gəlib deyib, dağılın, gələcəklər, qıracaqlar. Mən də gəlib demişəm ki, gözləyin sizə silah verəcəm. Belə bir fakt olmayıbdır. Və niyə bunu eləyirlər? Demək, qırğının hədəf seçirlər ki, kimi vuracaqlar?
Prezident administrasiyasının bugünkü o Bakı Kommunist Partiyası mərkəzi qərargahının qarşısında dar ağacları var idi. Onları kim düzəltmişdi? İkinci sualımda Nemət Pənahlı nə üçün Bakıdan qırğınlardan sonra getdi? O dar ağacını mən bildiyimə görə bizim Culfa rayon cəbhənin sədri var idi, Ramiz Tağıyevgil. Yəni orada o dar ağacından mənim məlumatım olmayıb. Yəni gələndə də onun bir simvolik bir şey olmuşdu. O dar ağacı sonra da yoxa çıxdı. Ancaq orada mənim heç bir nə o dar ağacın oraya qurulmasından, nə oraya gətirilməsindən heç bir məlumatım olmadı. Bunu bildik. Bir məlumatım. İndi ikinci məsələ. İkinci mən 28 niyə Bakıdan çıxdım? Demək dəfn mərasimini, məsələn şəhidlərin dəfn mərasiminin yerinin seçilməsindən tutmuş. Və sizə sual verirəm. Azərbaycanlısınız, şəhid dəfn olan adam öləndə həmin gün bastırırlar da şəhidləri aparıb Kamran bəy itirmişdilər. Gecə ilə hamısını yox eləmişdilər. Biz xalqa qırğından sonra məsələn bir fikir deyirəm. Deyirlər ki, güya mən gəlib desəydim, yəni dağıtsaydım qırğın olmayacaqdı. Elədir? Faktiki olaraq yerdən göydən alov yağır. Mən Milli Müdafiə Şurasının yanındaydım onda qərargahda Sətqan Zavodun Mədəniyyət Sarayında. İnan Kamran bəy, təsəvvür belə baxsan göydən alov yağır. Ətrafda ölünənlər, axnaləşir. Yəni bunlar hesab edirdilər ki, gələcəklər qıracaqlar, millət də qorxacaqdır, ortalıqlı adamlar da tutacaqlar, bununla hərəkəti boğacaqlar. Və təsəvvür eləyin ki, qırğını hamı gördü, gözün dağılmadı ki, izlə meydandan. Dəfn mərasimində 4 milyondan artıq adam qaldı. Bəs bu millət demir ki, qaçmadaq, xalq qaçmadaq. Və biz təşkil elədik, əgər o dövrdə biz sarsılsaydıq, meydandan çəkilsəydik, bizim şəhidlərimizi də itirmişdilər. Bugünkü şəhidlər xiyabanı yox idi. Hərəni bir yerdə dəfn eləmişdilər. Biz xalqı o qanın içindən səfərbərliyə aldıq. 22-sinə azadlıq meydanda dəfn mərasimini elan elədik. Həmin şəhidlər xiyabanın orada yerinin seçilməsindən tutmuş. Dəfn mərasiminin təşkilinə qədər mən rəhbəri eləmişəm. Şəhid dəfn mərasiminin də qutarandan sonra da meydanda 4 saat miting keçirmişəm. İnanın, həmin yaylım ateşləri toplardan, avtomatlardan ateş atanda həmin fədailər bir addım da olsun geri çəkilmədi. Mən onlara yalvarırdım ki, əli silahsızlar geçsin, kimin imkanı varsa düzdür. Noyabr dekabr hadisələrdə mən dəfələrlə təkrar eləmişdir ki, biz silah tabancayla, busla, tankın, neytronun qabağına çıxa bilmərik. Bizim düşmənlərimiz o qədər ləyaqətsiz, o qədər alçaq, o qədər rəzildirlər ki, adillik rəfəndəmizə bulmayıb ki, hala həqiqətlər tapdırıldı, hala düşməyi qayıqlarına dönüşdür. Xahiş edirik, biz 4 saatlıq miting keçirmişəm. Orada elan eləmişik ki, biz bu qanı yerdə qoymayacağıq. Son nəfəsimizə qədər savaşacağıq. Bizim fəaliyyətimiz ola bilsin ki, gizli varianta keçəcəkdir. Ancaq bilin ki, biz bu qisası, bu qanı yerdə qoymayacağıq. Şəhidlərimizin doğum günü Rus imperiyasının dəfn mərasimidir bu. Televiziya kanalı partladılıb, bloku partladılıb, radio əlaqəsi yox. Yeganə bu günə qədər bir şey yeri gəlmişdən vurğulayıram. Bu millətin qəhrəmanlıq salnaməsinə xəyanət edən şərəfsizlər tarix onları lənətləyəcəkdir. Gəmilərdə Kərəm kapitan var idi. Gəmilərdə burada sos siqnalları ilə biz çıxdıq dünyaya. İlk dəfə sos siqnalları ilə. Mən Bakıya məni yandırırlar. Yəni o dövrdə bütün informasiyalar kəsilibdir. Radionun blok partlanıbdır. Heç yana çıxışımız yoxdur. Yeganə həmin Kərəm kapitanın o bizim mülki gəmilərin qəhrəmanlığı və onlar Tarana getdilər. Hərbi gəmilərlə zədələndilər. Sos siqnalları ilə çıxdıq dünyaya. Burada yığışdıq, müzakirə elədilər. Ümumi müzakirə gəldilər ki, bu hadisəni dünya çatdırmaqdan ötürü çıxmaq lazımdır Beynəlxalq Millətlər Təşkilatına. Yəni mən də deyən kimi fikri qəbul elədim ki, yaxşı, ağıllı fikirdir. Yəni kimsə çıxmalıdır, dünya çatdırmalıyıq da bizi qan içində boğublar. Rus imperiyası. Mən 28 yanvarda çıxmışam. Keçmişəm İrana.